Hansı ara elədin bu qədər şeyi? Necədir? Xoşuna gəlir? Təbii ki, çox. Bilirsən, amma istəməzdim ki, bu qədər əziyyət çəkəsin. Nə əziyyət, Nərgiz, nə danışırsan? Mən səndən üzr istəməliyəm. Səni el adəti ilə evinizdən gəlin çıxara bilmədim. Hərçənd xəyalım bu idi, amma heç olmasa bunları eləmiş olum. Bax, mən bir dələ cəsarətlə bu yola çıxdım. Sən də sağ ol ki, mənə güvəndin, tutdun əlimdən. Mən sənə həmişə güvənmişəm və bilirəm ki, heç vaxt güvənmi qırmarsan. Bundan sonra ancaq xoş şeylər olacaq. Amma bir başlanğıc eləməliyik. Bilirəm, hər şeylə gözəlinə layiqsən. Mənim sənə amma indi verə biləcək iki şeyim var. Biri sevgimdir, biri də həyatım. İkisi də sənin olsun. Yadında sənə demişdim ki, öz hekayəmizi yazaq. Al mənim həyatımı. Talihimi istədiyin kimi yaz. Amma çox xahiş edirəm, hər səhifəsində özün ol.